Salam hörmətli izləyicilər. Şəhidin Səsi proqramının bugünkü buraxılışı 20 yanvar faciəsinin qurbanlarına həsr olunur. 20 yanvar bu qanlı tarix xalqın qəlbində daimi yaşayacaq. 1990-cı il silahsız insanlar tankların qarşısına çıxır və azadlıq uğrunda həyatlarını fəda edirlər. Onlar sustular ki, vətən danışsın. Onlar getdilər ki, Azərbaycan yaşasın. Bugün biz Şəhidlər Xiyabanındayıq. Sakinlərin 20 yanvar faciəsi haqqında düşüncəvi xatirələrini bizimlə bölüşməyini xahiş edəcəyik. Təşəkkür edirəm sizə ki, bir vətəndaş olaraq belə bu yağışlı havada, qallı havada vaxtınızı ayırıb belə biz vətəndaşlarla həm fikir olursunuz. Allah bütün şəhidlərimizin uşaq eləsin. Mənim 17 yaşım var idi o vaxtda. İndiyə kimi xatırlayıram, Yasamalda oluram. Salyansk kazarmat deyilən bir yer var idi. Orada güllələr başımızdan belə deyək, uçurdu. Yenə də Allah bir daha ruhlarını şad eləsin. Bütün ümumiyyətlə nə qədər şəhidlərimiz var, Allah hamısını ruhunu şad eləsin. Allah dövlətimizi qorusun. Allah bir daha ana bacılarımıza göz yaşı nəsib eləməsin. Nə deyim, dövlətimizi qorusun, xalqımızı qorusun. Allah sizləri var eləsin. ...20 yanvar şəhidlərimizin şəhadətə ucaldığı gündür. Mən bunun canlı şahidiyəm. O zaman mənim 21 yaşım vardı. Meydanda olanlardan biri də mən idim. Cüdo üzrə məşqçi müəllim, Neftçi Cəmiyyəti müəllimiyəm və Fatihlər Nöqtə-Az informasiya təşkilçisiyəm. Qeyd edim ki, ilk şəhid tədbirləri keçirən xanımam Aruz Hüseynova. İnanın Allaha, tankın qabağına çıxanlardan biri mən idim. Heç vaxt yadımdan çıxmır o gündə. Qan su yerinə axırdı. Rus imperiyasının alçaqlar, şərəfsizlər hücum elədilər xalqımıza. Əl-ayağı yalın cəmaat çıxmış tankın qabağına. Mən də dedim ki, girməyəcək tanklar Bakıya, Azərbaycana girməyəcək, qışqırırdıq. O zaman bir oğlan sağ olsun, mənə dedi ki, ana sən qırağa deyən, biz buradayıq. Heç yadımdan çıxmaz. Məktəbli uşaqlar, təcili yardım bilmədilər, hamiyə hücum elədilər. İnanın Allaha, o mənim vaxt 21 yaşım var, o mənim üçün bir travma oldu. İnanın ki, o günləri yadıma salda, nə bilim, insan göz yaşlarına hakim ola bilmir. Allah millətimizi qorusun, Allah cəmi şəhidlərimizin məqamını uca etsin. Bu azadlığa gedən yol 20 yanvardan başladı. Məktəbliləri isə İlham Fərizə, onlar nümunədir həyatda bizə. Vətən sevgisi ilə şəhid getdilər. Şəhidlər dünyanı heyran etdilər. Bəli, daha sonra bizim 44 günlük vətən müharibəsi şəhidlərimiz, antiterror əməliyyat, hal-hazırda mənim yanımda dayanan ana 44 günlük vətən müharibəsi, İdmançı şəhid Qələndərın anasıdır. Mənim özümün də 2 tələbəm, Elvin Abbasov və Osman Əbdərrəhmanın da 44 günlük vətən müharibəsi şəhidlərlə tələbələrim olublar. Bu ananın da oğlu, aman zaman bir oğlu var idi, bir qızı, o da vətən yolunda şəhid olub. Gözəl balalar. Çox sağ olun. Millətimiz sağ olsun ki, bu günləri, bax bu yağış, bu havanın soyuqluğuna baxmayaraq onları gəlib ziyarət edirlər. Biz hər birimiz tutduğumuz işdən, çalışdığımız vəzifədən asılı olmayaraq şəhidlərimizə borcluyuq. Azadlığa gedən yol məhz bu şəhidlərdən başladı. Çox sağ olun ki, bugün buradasınız. Sizə dərin təşəkkürümü bildirirəm. Uca Allah ölkəmizi, ölkə prezidentimizi, cənab İlham Heydəroğlu Əliyevi, böyük Türk dünyasını, bütöv Azərbaycanımızı məkir düşmənlərin hiləsindən amanda saxlasın. Ölkəmizə sülh əmin-amanlıq olsun. Qurban olduğum Allah xalqımızı qorusun, millətimizi qorusun. Allahdan bir dənə arzum var ki, yer üzündə sülh olsun. Uca Allah əskər və zabitlərimizi, gecə-gündüz keşiyimizi çəkənləri qorusun. Thank you.
Bugün Şəhidlər Xiyabanında insanların xatirələrini dinlədik və bir daha sübut olundu ki, 20 yanvar faciəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bu xiyaban yalnız daşlardan ibarət deyil. Burada hər addım, hər xatirə bir qəhrəmanlıq hekayəsini yaşadır. Şəhidin Səsi proqramı olaraq 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anır, onların ruhu qarşısında baş əyir. Sağ olun, salamat qalın.